İstərsən aşağıdakı deməli sualları cavablandıraq. Y-nin peşəsi nədir? Deməli bizdən Y-nin peşəsini soruşur. Və bizə burada qeyd eləyir ki, A haqqında. A tədbirə P şəhərindən gəlib və musiqiçi P şəhərində yaşamır. Deməli A musiqiçi deyil. Geriyə bir tək qalır Y. Deməli Y musiqiçidir. Y-nin peşəsi musiqiçidir. T şəhərində olan kimlərdir? T şəhərində yaşayır C və Y. T şəhərində olanlar C və Y-dir. P şəhərindən olan kimdir? P şəhərindən olan bir A-dır. Bir də geriyə qalır D. Çünki dedik ki, D Y şəhərində yaşamır. A və D. P şəhərində olan A və D-dir. Deməli, verilən təkliflərdən hansı mütləq doğrudur? Deməli, rəssam P şəhərində yaşayır. Bunu dəqiq bilmirik. D-nin peşəsi rejissordur. Bu da dəqiq deyil. Dirijor S şəhərindən gəlib. Bu da dəqiq deyil. A-nın peşəsi musiqiçidir. Xeyr, musiqiçi tapdıq ki, musiqiçi Y-dir. Musiqiçi T şəhərindən gəlib. Bəli, musiqiçi Y-dir və T şəhərindən gəlib. Cavab olur Y variantı.